Necə ki, dilimizdə amonim sözlər var, eləcə də amonim şəkilçilər olduğunu bilirik. Amma dilimizdə həm də yazılışı eyni, amma tələffüz baxımından fərqli olan, tələffüzü eyni, yazılış baxımından fərqli olan şəkilçilər var ki, biz bunları amonim kimi götürə bilmərik. Və bəzən testdə qarşımıza çıxanda bu bizi çaşdıra bilir. Onlardan biri dır, dir, durdur şəkilçisidir. Bu şəkilçi əgər leksik şəkilçi kimi işlənərsə, olduğu kimi tələffüz olunacaq, yəni dır kimi. Əgər qrammatik şəkilçi kimi, yəni xəbərli şəkilçisi kimi işlənərsə, o zaman fərqli tələffüz olunacaq. Yəni, d kimi tələffüz olunur və samitini itirə bilir. Məsələn, kitabdır sözündə biz bu şəkilçini d kimi deyəcəyik. Kitabdır. Amma leksik şəkilçi olan dır şəkilçisi hər zaman yazıldığı kimi tələffüz olunur. Deməli, bu şəkilçi qrammatik və leksik olaraq amonim sayılmır. İkinci deyəcəyim şəkilçi tələffüz baxımından eyni olan, amma yazılış baxımından fərqli olan şəkilçidir. Bu şəkilçidir. Hansı ki, bu şəkilçinin tələffüz baxımından bu şəkildə verilsə, biz onun nə şəkilçisi olduğunu deyə bilmərik. Çünki həm sız, siz, susuz, yəni sifət düzəldən leksik şəkilçi kimi işlənən bu şəkilçi, həm də şəxs sonluğu olan sınız şəkilçisi eyni tələffüz olunur. Gəlin bu sözə baxaq. Məsələn, şagirtsiz sözündə tələffüz baxımından bu söz verilsə, biz o sözün qrammatik mənasını, yəni aid olduğu nitq hissəsini deyə bilməyəcəyik. Bu söz bu formada veriləndə həm isim kimi düşünülə bilər, həm də sifət kimi düşünülə bilər. Həm vurğusuna görə fərqlənir, həm də yazılışına görə bir-birindən fərqlənir. Üçüncü deyəcəyim şəkilçi isə ır, ir, ur, ür şəkilçisidir. Bir də bu şəkilçiyə oxşar olan ar, ər şəkilçisi var. Deyə bilərsiniz ki, bu şəkilçilərdə bəs nə var? Bu şəkilçi həm leksik, həm də qrammatik kimi işlənə bilir. Leksik şəkilçi kimi, həm də qrammatik zaman şəkilçisi olaraq işlənəcək. Ar, ər də həmçinin leksik olaraq işlənir, həm də zaman şəkilçisi olaraq işlənəcək. Bəs bu şəkilçilərdə hansı fərqli məqam var? Bu şəkilçilərdə də eyni ilə bayaqki kimi tələffüz baxımından fərqlənmə var. Irın leksik şəkilçi olan bir vəziyyətini düşünək, gəlir sözünə baxaq. Bu sözə diqqət yetirək xüsusən, çünki bu söz həm isim kimi düşünülə bilər, həm də fiil kimi düşünülə bilər. Və isim kimi düşünsək, bu şəkilçi leksikdir, amma fiil kimi düşünsək, bu şəkilçi qrammatikdir. Və isim kimi düşünsək, məsələn, gəlirlər. O zaman biz bu sözü gəlirlər kimi tələffüz etməliyik. Əgər fiil kimi düşünsək, o zaman gəlirlər olaraq tələffüz edəcəyik. Yəni, ır şəkilçisinin gördüyünüz kimi isim olaraq və fiil olaraq tələffüzü fərqlənir. Ar, ər şəkilçisində bəs necə olur? Məsələn, açar sözünə baxaq. Açar sözünü də biz eyni ilə gəlir sözü kimi iki cür təhlil edə bilərik. Həm isim kimi leksik şəkilçili, həm də zaman şəkilçisi kimi qrammatik şəkilçili söz kimi təhlil edə bilərik. Və bu sözdə yenə də cəm şəkilçisi artırılarkən, yəni üçüncü şəxsin cəmində feil kimi işlənərkən tələffüz fərqlənəcək. Əgər bu sözü isim kimi düşünürüksə, açarlar sözündə tələffüz olacaq açarlar. Açarlar. Və vurğu düşəcək hara? Açarlar axıra. Yox, əgər biz bu sözü fiil kimi düşünsək, o zaman şəkilçisi fərqli tələffüz olunacaq və üçüncü şəxsin cəmində açarlar kimi tələffüz olunur. Vurğusu da açarlar ikinci hecaya düşür. Gördüyünüz kimi bu şəkilçilərdə tələffüz baxımından fərqlənir. Bu məqamlara diqqətli olmalıyıq.